Bismillahirrahmanirrahim. Dini əqidələrin isbatında biz hiss qüvvələrindən, ağıl nemətindən və vəhy yolundan istifadə edərək dini məsələləri isbat edə bilərik və ağıl və vəhy bu arada xüsusi əhəmiyyətə malikdir. Bir hədisdə İmam Kazım əleyhissalamdan belə nəql olur. Hişam nəql edir ki, Həzrət mənə belə buyurdu: Ya Hişam, innə lillahi alənnəsi hüccətəyn. Ey Hişam, Allahın insanlar üzərində iki hüccət qərar verib Allah Taala. Hüccətən zahirətən, biri zahiri hüccət və hüccətən batinətən, ikinci isə batini hüccət. Fəəmməz-zahirətu fər-rusul vəl-ənbiya vəl-əimmətu əleyhimussalam. Zahiri hüccətlərdən məqsəd Allahın elçiləri, peyğəmbərlər, rəsullar və məsum imamlardır. Allahın salam və salavatı olsun onlara. Və əmməl batinə fəl-uqul. Batini hüccət isə insanların ağılıdır. Və bunlar bir-birini tamamlayırlar və bir-birini təsdiqləyirlər. Ağıl öz növbəsində vəhyin mötəbər mənbə olduğunu təsdiq eləyir, isbat eləyir və vəhy də öz növbəsində Quran-ı Kərimdə, rəvayətlərdə çoxsaylı təkidlər var insanın təfəkkür etməsinə və ağılın əhəmiyyətinə. Ağıl və vəhyin arasında da heç bir ziddiyyət təsəvvür olunmazdır. Allah Taala ola bilməz ki, bizim üçün dini məsələləri ələ gətirmək üçün təqdim etdiyi yollar bir-birinə zidd olsun. Bu arada iki məsələ ola bilər. Əgər zahiri bir ziddiyyət görsənsə ibtidai halda, bu zaman ya dinin irəli sürdüyü müddəa düzgün anlaşılmayıb və yaxud əqli dəlillərimizdə hər hansı bir səhvə yol vermişik. Əks halda bu mötəbər mənbələr arasında heç bir ziddiyyət ola bilməz. Hikmət sahibi olan Allah Taala heç zaman insanı bir-birinə zidd olan iki yola dəvət etməz. Elm ilə vəhyin münasibəti də belədir. Bu barədə də ya dinin irəli sürdüyü müddəa düzgün anlaşılmayıb, ya elm hələ sözü gedən məsələ ilə bağlı qəti bir nəticəyə çatmayıb. Allah Taala inşallah bizi etiqadlarımızı bu göstərilən mənbələr vasitəsilə düzəldənlərdən və möhkəmlədənlərdən qərar verir.